Saxla Rafiq. Bir dənəmizi. Sağ ol. Kərim. Sağ ol. Sən sağ ol. Sağ ol. Rafiq. Can. Çox yaşa. Sağ ol. Oğulcan. Ancaq. Bura. Gəlim, sən də mənim kimi qozalıb əldən düşürsən ha. Sən bu ailə kim sahibi edəcək ha? Hər şey cəhənnəm olsunlar Rafiq. Niyə? Eşşək boyda qızlardır. Getsinlər, işləsinlər. Elə demə Kərim. Hər an qız uşağı var. Harada işləsin? Səni paltarını yuyur, evi təmizləyir, xol evi də pişirir, nə istəyirsən. Rafiq, gözlərinə girsinlər işlədikləri. İşlədikləri gözünə girsin. Sən mənim yerim olsun, neynərdin, ha? Neynərdin? Sevdə öyrəndən sonra tək tənha qalmışım. Oğlum o nədir? Eşad. O da çıxıb gedib Rusiyyətə. Ayda bir dəfə gəlir. Tək tənha qalmışım. Sən deyirsən belə. Bir də sigaret çəkeyim. Rafiq, deyirsən Elşad burada olmur, ha? Sən mənə sözümü qulaq asırsan be. Deyirəm də Rusiya çıxıb. Nə bileyim, haradadır? Qalmışam tək tənha. Sən deyirsən qızlar belə. Yazığa iş yardım tapsın. Geçsinlər, tapsınlar. Mənə nə? Geçsinlər, tapsınlar. Qardaş, sən bu qızları yetimliklə böyütmüsən. Üzün ağ, sən başı aşağı iləmimlər. Ay iş var. Kərim, iş var. Evlendi, bırak sonra... Söz Rafiq, söz. Çox sözmə, Rafiq. Sənin üçün bəsdir. Çoxca bilmirsən. Benim istedi, ara da getmir. Hələ istedi içərlər. Sağ ol. Bunu da yenə mənim sağlığıma. Sağ ol Rafiq. Tutub ha. Tutub ha. Mənə ağıma qoymuşsan, hamısını özün yedirmişsin. Qoymadım bir dənə yiyeyim. Sənə yaxın deyə də. Mənim ağlıma bir dənə fikir gəldi. Kərim. Bilməm sən razı olacaqsan, yox. Deyirəm ki, bax, tək tənha adamam da. Elə deyil, heç kəs də yox. Gəlsin qızlarım mənim evimdə işləsinlər. Həm də pul qazansınlar da, qardaş. Kərim, daha qızları dağa daşa salma. Ayıbdır. Ha?
Nə fikirləşirsən? Rafiq, Can, deyirəm, nə ağıllı fikirdir. Mən həmişə ağıllı fikirlər deyirəm. Sən alma oy. Rafiq, Aycan. deyirəm bəlkə bu sağlığa da bir dənə çək. Çək? Çək. Çək ha. Çək də. Çək. Qızlarımın sağlığına. Kübra sensən? Hə, mənəm. Səsi eşitdim. Elə rahatlıq gəldi canıma. Hə. Az acından ölürəm. Yemək bişirmişdim axı, qalmıyor. Qız qalmayım nədir? Yemişəm ki. Niyə? Adam nə qədər bayquş kimi yaşar qız. Düzdür, qismətimiz belirmiş. Çox istərdim sizə kömək eləyəm, amma... Amma mən? Amma eləyə bilmirəm. Niyə? Niyə nədir? Necə kömək eləyə bilərəm ki? Yəni gəlin mənə bitkət çörək yemək belə çətindir. Keçən bu vaxtı nə yeməm? Qız acından ölüm. Yox, alın eləməsin. Anamdan bu vaxtı sizə gələ bilməyəcəm. Niyə? Həm atam bilər öldürər, həm də görəm olsa adımıza söz çıxararlar. Gülmə, danışma. Birinci qəlbim yedir. İkinci də hamısı yatır. Heç kəs görmür. Buyur. Bunlar zaman başlayın. Keçərlər. Yadınızdadırsa, bu yaxınlarda 62 yaşlı Ağayev Kərim Cəfər oğlu öz evində yanaraq ölüb. Hə, davam edəm. Bu günlərdə onun qızı Xəyalə Ağayeva 12 illik həbsdən sonra azadlığa çıxır. O öz bacısı Şəfiqə Ağayeva Kərim qızını boğaraq qətlə yetirmişdir. Xəyalə həbsə girərkən 25 yaşı olub. İndi 37 yaşı var. Aydındır. İndi məsələ nədir? Məsələ ondadır ki, Xəyalanın 12 ilindən əvvəl törətdiyi cinayətdən 2 gün sonra Rafiq Hidayətoğlu Kazımov öz evində qazdan boğularaq ölmüş vəziyyətdə tapılıb. O vaxt bu ölüm hadisəsi Rafiqin içkili vəziyyətdə olması və ehtiyatsızlıq ucbatından baş verdiyi kimi qeydə alınıb və iş o vaxt bağlandı. İndi sən nə demək istəyirsən? Demək istəyirsən ki, Rafiqin ölümü qətl hadisəsidir və Xəyalə Ağayeva burada şübhəli şəxsdir. İş arasındadır ki, sənədlərə baxdım və orada tibb ekspertinin rəyinə əsasən Rafiq Kazımovun ölümünün cəsədi tapıldığı gündən 28-32 saat əvvəl baş verdiyi qeyd edilib. Rafiq tək yaşadığından onun cəsədi bir neçə gün sonra tapılıb. Və bu da Xəyalənin bacısı Şəfiqəni qətlə yetirdiyi günlə uyğun gəlir. Aydındır. Məhz Xəyalənin Rafiqin ölümünə nə əlaqəsi ola bilər? Rafiq Kazımovun ölümündən əvvəl Şəfiqə Ağayevaya cinsi təcavüzdə təqsirli bilinirdi. Söhbət Xəyalənin kiçik bacısı Şəfiqə Ağayevdən gedir. Şəfiqə Rafiqdən hamilə qaldığı iddia edilirdi. O qoca kaftardan? Ha, o qoca kaftardan, 55 yaşlı qocadan. Əfsuslar olsun. Aydındır. Xəyalə Şəfiqəni boğaraq qətlə yetirir. Daha sonra həbsə düşür. Rafiq evində boğularaq ölür. Rafiqin ölümü, Şəfiqənin ölümü, bir sözlə, aydındır. Həqiqətən uyğunu görünür. Sən bu araşdırma nə vaxtdan başlamısan? Xəfiyyəniz belə bir məlumat çatdırdı.
Ondan sonra araşdırmağa başladım. Nə məlumat? Xəfiyyənin verdiyi məlumata görə Elşad, yəni Rafiq Kazımovun oğlu rayondadır. Elşad uzun illərdir ki, Rusiyada yaşayır. Bir neçə dəfə cinayət törədib və həbsə girib. Rayona isə uşaqlıq dostu Cəfərin zəngindən sonra gəlib. Cəfər ona deyib ki, atasının, yəni Rafiqin ölümündən qabaq son dəfə onların evinə girən Xəyalə olub. Xəyalənin də Rafiqin evindən çıxmasını Cəfərin anası Şərabanı arvad görüb. Şərabanı da bu sirri ancaq ölüm ayağında olarkən oğluna verib. Buna qədər isə Xəyalənin qorxusundan heç kəsə heç kimə deməyib. Cəfər bu sirri öyrənər-öyrənməz Elşada çatdırıb. Aydındır. İndi Elşad nə demək istəyir? Xəfiyyənin dediklərinə görə Elşad silahlıdır və Xəyalədən qisas almaq istəyir. Silahını da qayma maşınında gəzdirir. Elşad bir neçə dəfə tanış bilişin yanında içkili olarkən Xəyalədən qisas alacağını dilə gətirib. Aydındır. Onda ki belli, Həlilov. Elşadı şöbəyə getməyə lazımdır. Hansı yolla? Avtomobili varsa, demək ki, yol hərəkəti qaydaları da var. İçkiyə meyillidirsə, demək ki, qaydalar pozması da var. Oldu, elə də edərik. Bir də, Həlilov, silahlı olduğunu nəzərə alın. Yaxşı olar ki, əməliyyat zamanı silahı ondan alasınız. Elə də edərik. Təbii ki, əgər onun silahı daim avtomobilində gəzdirməsi məlumatı düzgündürsə. Hə, İcazə verin, əməliyyata başlayın. gedə bilərsin. Həmişə azadlıqda can yoldaşım. Az tək qalmışdım. Hər şey yaxşı olacaq. Gəl, gəl gedək. Gəl. Az bu kimdir? O da bizim kimi bədbəxtlərdən biridir. Bax, xəyalım. Səni öz evimə aparıb saxlayacağım, evin tikilənə qədər. Bunu tanımam bax. Nə deyirəm ki, gəlir gəlsin də, amma evin tikilənə qədər, evə köçəndə onu da özünlə apararsan. Oldu? Gedək. Gəl, hadi, gəl. Gəlin, gəlin. Çatdıq. Gəlin. Ayaqqabılarınızı çıxartmayın. Ev olsa da tör-töküntüdür. Birazdan birləşib hamımızı yığışdırarıq. Sən oradan hoşlanmışsın. Az keç içəri. Keç, keç. Onsuz da bir müddət burada qalacaq. Az xəyal et. Rafiq Cındırın oğlu deyirlər bu yanlardadır. Az. Elşadı deyirəm də. Cındır Rafiqin oğlu. Rafiq qazdan boğulub öləndə evində. Oradan xəbər yolladı ki, bir gün saxlayın. Özü gəlib onu torpağa tapşıracaq. Budur, ildə bir dəfə, 2 dəfə gəlir, gedir də rayona. Deyirlər ki, orada da, Rusiyyətdə də 1-2 dəfə yatıb çıxıb. Az xəyala. Ay qız. Az. Sən nənəmi? Bayaqdan söhbət edirəm burada. Sən deyə seçməni eşitmirsən. Heç, fikirləşirəm görəsən nə vaxt evi tikib qutaracaqlar.
Tikərlər inşallah. O boyda kişilər baş qoşub bu işə tezliklə tikilər. Dur sən də gəlməyinə, keçək mətbəxə. Xəyala yorğundur. Qoy biraz istirahat eləsin. Biz də gedək süfrə açaq. Gəl. Hazır ol. Bu nədir? Tapanca tutuyor, bilmişsin abi. Dışarıdaya. Ha Elşad, danış görün bu nə məsələdir? Silahlanıb rayona gəlməyimin səbəbini bəlkə özün deyəsən. Keşə, indi bildim ki, suqları mənə xilasət edirlər. Mən kimi akademiyada olmuş adam brız qət eləyə bilmədim. Lox kimi tapanca ilə tutmayı istənirəm. Keşə. İstəyirsən dediklərini tərcümə edim. Dost, indi bildim ki, polisə xəbərsilik edənlər məni izləyiblər. Mənim kimi həbsxanada olmuş adam qaça bilmədi. Axmaq kimi tapanca ilə tutuldu. Latma muzikanı da bilsən. İstəyirsən, bunu da sənin üçün tərcümə edim. Cinayətkar aləmin dilini də bilirsən. Bəli, bizim işimiz budur. Sizin aləmdə olduğundan bu dili öyrənməliyik. Bu tapancaya öz dilinizdə puşqa dedin. Yaxşı, de görüm tapancaya başqa nə deyilir? Onu da bilirsən? Yox. Bunda mən deyim, sən də eşit. Tapancaya cinayətkar aləmdə həm də iqruşqa, badyaqa, valina, dura, şpalka da deyirlər. Nəysə. Keçək dilimizə. De görün bu tapanca səndə hardandır? Və nə məqsədlə əldə etməsin? Desəm inanmazsan. Tapancanı tanımadığım bir adamdan almışam. Sadəcə olaraq özümü müdafiə eləmək üçün maşında saxlayıram. Heç kimə qarşı işlətməyə nə fikrim olub, nə ki məqsədim. Bəlkə olmayıb yox. İstifadə edə bilməmisən. Kərimin qızının ünvanına dediyin hələ qorxular bura nə məsələdir? Bütün rayon bundan danışır. Naçarnik, Xəyalanın ailəsi vaxtı atama şər atdı. Siz də yəqin ki, bu işdə xəbəriniz var. İstintaq sübut elədi ki, mənim atamın orada heç bir günahı yoxdur. Amma Xəyala bizim ailəmizə elə ləkə saldı ki, hər dəfə yadıma düşəndə hirsimdən boğulurum. Ola bilsin ki, piyan vaxtı haradasa ağzımdan çıxır. Bunu biraz boşaldardım. Etiraz eləmirdim. Amma Xəyala getdi, öz 12 ilin yatdı. Atam da badbax hadisədən rəhmətə getdi. İş qutardı. Mənə heç yadıma düşmür Xəyala. Nə danışsınız? Hamısı yalandır dediğiniz sözü. Çatdıq. Məni gözləməyin. Nəysə, mən gedim. Allah köməyin olsun. Az xəyala, bəlkə gedməyəsən. Nə danışırsan?
şöbədən bildiriş gəliblər. Onu istəyirsən ki, cəmaatın gözü qabağında məni polis maşınına əyləşdirib aparsınlar. Oğlum. Oğlum. Bəli, Samir Hümmətov şöbədədir. bəli, işlədir. 2-ci mərtəbə 12-ci otaqdadır. Çox sağ ol oğlum. Çox sağ ol. Siz məni gözləməyin. Bəlkə məni buraxmadılar. Allah eləməsin. Hər ehtimala qarşı mən burada gözləyəcəyəm. Hə, Həyalə xanım. Nə var, nə yox? Nə işlə məşğulsan? Hay rəis, xanımlıqdan bir əlamat qalıb ki, əslində heç vaxt xanım kimi yaşamamışam. Məşğuliyyətim də ki, yoxdur. Allah yerli hökumətdən, kənd cəmaatından razı olsun ki, evimi tikirlər. Hazır olan kimi köçərəm. Hələ ki, rəfiqəm Solmazgildə qalıram. Bekar adamam. Ara bir kitab oxuyuram, bir də musiqiyə qulaq asıram. Əssalam. Allah verən ömrün sonunu gözləyirəm. Köynə qonşu Rafiqin oğlu Elşadı silahla tutmamızdan yağın ki, xəbərin var da. Yox, indi sizdən eşidirəm. Elşadla sənin aranda nə həll olunmuş məsələ var? Rəis, bu vaxta qədər məndən çox izahatlar alıblar. Yəqin bu izahatım mənim son izahatım olacaq. Hər şeyi olduğu kimi sizə danışacağım. Onsuz da itirəcək heç bir şeyim yoxdur. Qardaşım sahib dünyaya gələndə anam rəhmətə getdi. Evdə hamıdan böyük olduğuma görə bacılarımın, qardaşımın, atamın qulluğunu tutmaq mənim boynuma düşürdü. Gecəmi gündüzümə qatıb işləyirdim. Xəstəxanada, məktəbdə xadimə idim. Evdə də dərzilik eləyirdim. Həyat bacı işləri ilə məşğul olurdum. Əkirdim, becərirdim. Atamın qazandığımı mənim əlimdən alıb içkiyə verməsi mənə böyük dərd idi. Bu dərdi heç kimlə bölüşə bilmirdim. Mənim arzum bacılarımı, qardaşımı böyüdüb xoşbəxt görməkdir. Dağıstana, Çeçenistana alverə gedən rəfiqəm Solmaz bir gün mənə dedi ki, ay Xəyalə, gəl gedək mənimlə. Orada yaxşı pul qazanacaqsan. Mən də getdim. Bazarda alver eləyirdim. Ara bir evə pul da göndərirdim. Hərdən də özüm gəlirdim. Bir dəfə gələndə bacım Kübra mənə dedi ki, qonşumuz Rafiqin arvadı rəhmətə gedib. Ev işi işlərindən kömək eləmək üçün atamdan xahiş edib ki, Kübra həftədə bir dəfə gedib ev eşiyini təmizləsin. Mən Rafiqin yaxşı adam olmadığını bildiyimə görə atamdan xahiş elədim ki, bu işə razılıq verməsin. Amma atam mənə qulaq asmadı. Mən yenidən Dağıstana qayıtdım. 7 aydan sonra qaydanda gördüm ki, bacım Kübra evdə yoxdur. Dedilər ki, Türkmənistana ərə gedib. Soruşdum, hara gedib, kimə gedib, necə gedib. Heç kimin xəbəri olmadı. Hamı dedi ki, Türkmənistana ərə gedib. Vəssalam. Ondan başqa gəlib gördüm ki, indi də Rafiqin evini təmizləməyə kiçik bacım Şəfiqə gedir. Atamla dalaşdım. Qulaq asmadı. Bacım Şəfiqəyə dedim ki, getməsin.
Mən elədirsə yaxşıdır. Sənə nə var? Çörək pulu qazanıram da. Mən də çıxıb getdim Dağıstana. İşimin gücünü də alacam. Üstündən neçə aylar keçdi. Dağıstanda həm yerlərindən eşitdim ki, Kübra bacım Türkmenistan'da evin içində ölü tapılıb. Bu mənə çox pis təsir elədi. Bu hələ azmış kimi. Dedilər ki, bacım Şəfiqə də hamilədir. Kimdən hamilədir? Heç kim bilmir. Mən Dağıstandan çıxıb gəldim evə. Evə gələndə Şəfiqə ilə danışdım. Şəfiqə heç nəyi boynuna almadı. Səhərisi onu həkimə apardım. Həkim dedi ki, Şəfiqə 5 aylıq hamilədir. Şəfiqəni məcbur elədim ki, uşağın atasının kim olduğunu mənə desin. Şəfiqəni məcbur eləyəndən sonra hər şey boynuna aldı. Dedi ki, uşaq Rafiqdəndir. Mən də onu Rafiq gilə göndərdim. Rafiq onu qapıdan qaytarmışdı. Mən hirsimdən bilmirdim ki, neyniyəm. Axşam Rafiq ilə getmək qərarına gəldim. Zibili qanatmısan, niyə durursan burada? Məni onun evinə niyə göndərdin? Mənə nələr demədi? Nə dedi? Dedi ki, Xəyalə səni mənim üstümə niyə göndərib? Elə fikirləşir ki, onu özümə arvad eləyəcəm. Var dövlətimi ona bıraxacam. Belə olsaydı Kübra ilə evlənərdim də. Kübranı Türkmenistan'a ələ verdim, səni də verərəm. Planlarımız baş tutmadı. Bilmək olmaz, bəlkə də Xəyalanın planı idi. Sonra da başladı qəhqəh çəkməyə. Bəlkə də günahkar sənsən Xəyalə. O məni alacaqdı, o hirslənib belə dedi. Sən nə dedin? Səninlə söhbətim hələ bitməyib. Səndən sonra danışacağam.
Reis, hər şeyi sizə danışdım. Daha ürəyimdə bir sirrim qalmadı. Danışdım ki, ürəyim rahatlıq tapsın. Rafiqi mən öldürmüşəm. O qoca kəftar bütün ailəmizi məhv elədi. Kübra bacının həyatı belə. Bacım Şəfiqəni öz əllərimlə öldürdüm. Qardaşım da bu biarborçılığa dözməyib. Rusiyaya getdi. Sonra da oradan ölüm xəbəri gəldi. Amma gərək bacımı öldürməyəydim. Onu mən yaratmamışdım ki, mən də öldürəm. Buna görə Allah heç vaxt məni bağışlamaz. Reis, nə imzalayacağımsa, verin imzalayayım. Reis, sizdən bir xahişim var. Məni kameraya salmamışdan əvvəl icazə verin, bacım Şəfiqənin qəbrini ziyarət edeyim. Sonra məni hara istəyirsiniz göndərin. Sən azadsan. Gedə bilərsən. Az ne oldu? Ne oldu? Bıraxdı məni. Necə yəni bıraxdı? Dedi ki, günahın yoxdur, gedə bilərsən. Şükür Allah'a, şükür. Can, can. Az vəssalam, hər şey bitti. Gedək, daha burada niyə qalmışıq? Gəlin, gəlin. Deyən görüm. Az sonra. Az bir bura gəl görüm. Hara qoymuşam onu. Az taparam indi, buradadır. Az tapacağım. O məni bıraxdı. Həqiqəti ki, mən özüm yaxşı bilirəm. Tapdım, gəl. Az gəlin, çatdıq. Ay, salam Lətafət xanım. Hoş gəlmisiniz. Necəsiz? Çox sağ olun. Lətafət xanım, gətirmişəm bu qızımızı ki, gözəlliyini özünə qaytarasınız. Nə deyirəm ki? Buyursa otursun. Az, gəlin. Otur, yeri yanmasın. Mən də oturum burada. Saçınızı əvvəl rəngləyərik, sonra yaxşı bir kəsim eləyərik, sonra makyajımıza başlayarıq. Ciblərini də açmaq lazımdır, rəngi tamam dəyişmək lazımdır saçınızdan. Baxıram ki, saçınızda qarma-qarışıq rənglər varmırsa, onları aradan götürərik, daha da qəşəng, gözəl görünərsiniz. Sizi biraz da gözəl, cavanlaşdıracaq. Mənim işim bitdi. Bir gəlin baxın görün, bəyənirsiniz ya yox? Maşallah, maşallah. Az, əvvəlkindən də gözəl oldu. Vallahi, elə bil ki, belə 12 il o əziyyəti çəkməmişsən. Lətafət, çox sağ ol. Əlim qolum var olsun. Az, mən bilirəm də kimə müraciət eləmək lazımdır. Xəyal. Nə gözəl oldun ha. Çox sağ olun, bakalım, çox sağ olun. Əniz qolunuz var olsun. Sağ olun, çox sağ olun. Əlim qolum var olsun, ay Lətafət. Sağ olun. Gedək. Az sonra bu xəyalı harda qaldı?
Evdən çıxanda mənə bir söz deməyib. Sənə deyir, Yox, hara mənə də gedir? demədi. Mənə dedi, parkda oturarsın, gözləyərsən, ora gələcəyəm. Saat neçədə çıxıb evdən? O başdan 7 olardı. Ay qız, nə danışırsan? Günortanı da keçmişik. Sona, az birdən ora gedər ha. Vay, vay, vay. Xəyala deyirdi ki, heç vaxt Şəfiqənin qəbrini ziyarət eləməmişəm. Qorxuram ora getsəm, elə orada da ürəyim partlayar. Az dur. Bəlkə ora gedib. Bəlkə də gedib. Dur, dur. Dur gedək. Tez elə, tez elə. Ay qız, belə cəl tərpə. Gəl Sona, gəl. Hardadır? Az bu yanlardadır, deyil burada, mən bilirəm, gəl. Gəl, qabaqdadır. Bu deyil. Gəl, gəl. Gəl ay Sona, gəl. Bəs xəyala hanı? Bəs hardadır? Az mən nə bilim. Bax da bir o yan bu yana. Bilmirəm, axı yoxdur. Yoxdur o yanlarda da. Siz rəhmətliyin nəyisiz? Ay bala, heç nəyi. Rəfiqəmizin bacısıdır. Nə olub ki? Bir neçə saat bundan qabaq bir qadın uzanmışdı hərəkətsiz vəziyyətdə. Nə? Təcili yardımdan gəldilər, polisdən deyərlər, apardılar morqa. Nə? Ay xəyali! Ay mənim xəyali! Ay az dur gedək nə morqa? Gəl, gəl ay Sona, gəl sənə. Gəl, gəl. Gəl sənə. Ay bədbəxt ya. Az indi gün görürdük yazı. Bu ne işte başımıza geldi. Ay xəyala, ay xəyala. Tamam bacı. Yazık xəyala. Bədbəxt xəyala. Yazık xəyala. Zəhmət olmasa qədər çıxır. Ay yazık xəyala. Bədbəxt oldu getdi. Artıq hər şey məlumdur. Cinayət işi yoxdur. Bədbəxt hadisə. Günahkar da yox. Xəyala Şəfiqənin məzarı üstə gedəndə ürəyi dözməyib belə orada da keçir. Artıq bir neçə saata meyidi sənədləşdirib torpağa verə bilərsiniz. Başqa deyəcəyim bir şey yoxdur. Allah rəhmət. Ay bədbəxt xəyala. Xəyalanın torpağı tapşırandan sonra mən də çıxım gedim kəndə. Mənə burada qalmağa bu gecəli icazə verərsən. Xəyala, xəyala. Bu dünyada nə sən, nə də mən
Heç kəsə lazım deyil. Mən belə fikirləşirəm ki, bu dünyada heç kəsə lazım deyil. Nə qədər cavanı, gözəli, təravətli, kiməsə lazım olur. Elə ki qocaldı. Ay sona. Bizimki de hardasa kırılacak. Bak sana deyirəm sana. Bundan sonra hiç yere gelmirsən. Benim yanımda kalacaksın. Ben seni saklayacağım. Dur gidelim. Gidelim dəfnə hazırlaşalım. Yoksa xəyalı bizi belə görüp qəzəblənər. Dur gedək. Çok gün görmedim, bir iki